Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların and içmə mərasimi açıq elan olunur. Bana! Dikkat! Merkeze! Azərbaycanın dövlət müstəqilliyini təmin etmək üçün və dövlət müstəqilliyini qorumaq üçün, dövlət müstəqilliyini inkişaf etdirmək üçün həm iqtisadi, həm siyasi cəhətdən gömrük xidməti çox əhəmiyyətli, çox lazımlı bir təşkilatdır. And içirəm! And içirəm! And içirəm! And içirəm! And içirəm! And içirəm! Ulu öndərin gömrük orqanları qarşısında müəyyən etdiyi vəzifələri biz hər zaman yerinə yetirməliyik və onun söylədiyi fikirləri hər zaman yadda saxlamalıyıq, hafizəmizə həkk etməliyik və bu istiqamətdə fəaliyyətimizi həyata keçirməliyik. Hər bir gömrük əməkdaşı keyfiyyətcə işinə münasibət bəsləməlidir və dövlət tərəfindən qarşımızda müəyyən olunan tapşırıqları layiqincə yerinə yetirməlidir. Attıma! Baş! Mənim də gömrük xidmətimdə yolum illər öncə başlamışdı. O zaman mən də sizin kimi həyəcanlı idim. Amma həmin illər mənə bir şeyi öyrətdi. Gömrükçünün əsas gücü təkcə texnikada deyil. Onun ayıq sayıqlığında, peşəkarlığında, vicdanında və dövlətə sədaqətindədir.